Qardaş soruşur ki, sələfiliklə vahabiliyin fərqi varmı? Ümumiyyətlə, sələfilik nədir? Sələf sözünün mənası demək, əvvəl keçib gedənlər, keçənlər deməkdir. Ötüb keçənlər, Bəli. əvvəlkilər deməkdir. Və necə ki, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bir hədisdə Fatimə radiyallahu anhaya deyir ki, mən sənin üçün ən gözəl sələfəm. Və Peyğəmbər bu sözü işlədir. Fatimə radiyallahu anh. Fatimə radiyallahu anhaya deyir ki, mən sənin üçün ən gözəl sələfəm. Yəni sələf yəni sənin demək Keçmiş, bəli, örnək, bəli, sənin üçün örnəkəm bu mənada. Və biz də ümumiyyətlə sələf dedikdə kimi qəsd olunur? Sələf dedikdə Peyğəmbərimiz sallallahu əleyhi və səlləm, onun səhabələri və onun səhabələrinin yolu ilə gedənlər. Bəli. Bunlar qəsd olunur. Və sələf bir firqə deyil. Məhzəb Sələf sadəcə nisbətdir. Biz özümüz nisbət edirik. Nisbət edirik. Sələfə nisbət edirik. Və sələfimiz də kimdir? Peyğəmbərimiz sallallahu əleyhi və səlləm və onun səhabələri və həmçində səhabələrinə tabe olanlar. Necə ki, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm nə deyir? Bir hədisdə deyir, mənim yəhudilər 71 firqəyə ayrıldılar. Nəsranilər 72 firqəyə ayrıldılar və mənim ümmətim 73 firqəyə ayrılacaq. Və onlardan biri cənnətə girəcək. Və sahabələr soruşdu ki, ya Rasulullah, kimdir onlar? Peyğəmbərimiz sallallahu əleyhi və səlləm dedi ki, onlar mən, yəni bugün mən və mənim sahabələrim üzərində olduğu yolla gedənlərdir. Və bu da sələfdir. Və sələf də elə budur. Demək ki, biz özümüzü sələfə nisbət edirik, yəni Peyğəmbərimiz sallallahu əleyhi və səlləmə və onun sahabələrinə və həmçinin onların yolu ilə gedənlərə. Bu bir firqə deyil. O ki, adı vahabilik, bu barədə ikinci dəfə danışdıq. Yəni belə bir firqə yoxdur. Doğru yolda olanlara sadəcə gözdən salmaq üçün. Bu bir bəli, İslam düşmənlərinin haqq yolunda olanları demək gözdən salmaq, onlara ad qoymaq kimi bir şeydir.